Ağrı sancanda nə etmək lazımdır? Əziz izləyicilər, bu videonu sizə bunu göstərmək üçün çəkirəm. Gördüyünüz kimi bir dənə arını sancdıram özümə. Bu arı da nəsə sancmaq istəmir. Axır ki sancdı. Gördüyünüz kimi iğnə ürək kimi işləyir, zəhəri yeridir dəriyə. Bir də bunun ən maraqlı yeri də odur ki, arı sancdığı zaman bir müddət sonra ölür. Çünki iğnənin ucunda mişar kimi çıxıntıları olur. İğnəni batırandan sonra iğnəni çıxara bilmir və iğnə ilə birlikdə arının həzm sistemi və bəzi daxili orqanları qopur və buna görə çox yaşaya bilmir. Arı sancanda onun iğnəsini əllə çıxarmağa çalışmayın. Çünki istər-istəməz iğnə sıxılır, içində qalan zəhər də gedir hamısı dəriyə. Mənim əlimə belə bir bank kartı çatdı. Bank kartı və bunun kimi bərk şeylərlə istifadə eləyərək iğnəni sıyıraraq çıxarmağınız məsləhətlidir. Arı sancan yeri sabun ilə yuyun. Yanınızda buz varsa ora buz qoyun. Bir də arı sancan yeri bacardığınız qədər ürək səviyyəsindən yuxarı saxlayın ki, o şişi azaldır. Əgər sizdə nəfəs darlığı, baş ağrısı, halsızlıq və bunun kimi digər xoşa gəlməyən hallar varsa, bu ucu allergiyadır və dərhal siz təcili tibbi yardım xidmətinə müraciət etməlisiniz. Səhv bir addım həyatına başa gələ bilər. Düzgün davran, özünü qoru.